Bismillah. Bu həftə 16-22 mart aralığı bəxti gətirəcək bürclər kimlərdir? 16-22 mart həftəsində planetlərin vəziyyətinə görə bəxti daha çox gətirə biləcək bürclər bunlardır. Şir bürcü. Bu həftə şirlər üçün enerji və uğur həftəsidir. Yeni tanışlıqlar, iş təklifləri və pul baxımından şanslı təsadüflər ola bilər. Xüsusilə həftənin ortasında 19-20 mart aralığı xoş xəbər alma ehtimalı yüksəkdir. Buğa bürcü. Maliyyə və şəxsi planlarda uğur görünür. Gözlənilmədən pul və ya faydalı təklif ala bilərsiniz. Uzun müddət düşündüyünüz bir işdə qapı açılır. Ox atan bürcü. Şans və hərəkət planeti bu bürcə kömək edir. Səfər, yeni iş və ya yeni layihə üçün çox yaxşı həftədir. Risk edən oxadanlar qazanc əldə edə bilər. Əkizlər bürcü. Əlaqələr və söhbətlər sayəsində şanslı fürsətlər yarana bilər. Tanışlıq və dost çevrəsi vasitəsilə yeni imkanlar gəlir. Həftənin ən şanslı bürcü şir.